Salam değerli izleyiciler, ben siyasi blogger Elnur Aliyev. Bir videona rastlaşdım. 9 yaşlı uşaq demir hel qabları satır. Bir de zəmin olsa buna baxın. 9 yaşı var bu uşağın, 9 yaşı var. Her gün gelir bu hel qabları getirir buraya, elə bilir ki biz alıb satırıq da bunları. Qərbinə dəmirik, alırıq biz də. Dəmirliğdən gələndə veririk Dəmirliğana, yenə də Dəmirliğandan aldığımız pulu veririk bu uşağın özünə. İlham Əliyev, Avropanı bəyənmirsən, Avropada belə uşaqlar ümumiyyətlə çöldə görə bilməzsə ki, Avropada gəlsinlər. Bax gör, kasıbçılıqda gör Azərbaycanı sən nə vəziyyətə salmısan. Sənin üstündə böyüdəsən, deyəsən ki, vətənə borcun var. Uşaq pulu verdi, sonra uşaqlar bir gün görsünlər də, dilənçi vəziyyətdə yaşayırlar. Allah səni bəla versin, ha İlham Əliyev.